Xoş gördük. Bəli, bir daha Daşkənddən salamlayırıq sizi. Hazırda Özbəkistan prezidentinin iqamətgahındayıq və bir qədər sonra burada Azərbaycan-Özbəkistan arasında müzakirə gündəliyi diqqət mərkəzində olacaq. Azərbaycan liderinin Özbəkistana dövlət səfəri çərçivəsində. Gündəlik olduqca genişdir. Xüsusilə hansı məsələlər ola bilər müzakirə masasında? İqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması, müxtəlif sahədə prioritetlər üst-üstə düşür. Ticarət dövriyyəsindən əgər başlasaq, hədəf olduqca böyükdür. 2030-cu ilə qədər 1 milyard dollarlıq ticarət dövriyyəsinə nail olunmalıdır. Ancaq bu hədəfin müəyyən olunması təsadüfi deyil, çünki bunun üçün həm siyasi iradə, həm də potensial var. Və artıq əldə edilən nəticələr də nikbinlik yaradır. 2025-ci ildə ticarət dövriyyəsinin həcmi 2024-cü illə müqayisədə 3 dəfə artıb. Daha bir istiqamət prioritetdir, nəqliyyat daşımaları. Bu da təsadüfi deyil, çünki Azərbaycan və Özbəkistan arasında orta dəhliz, hər iki ölkədən keçən orta dəhliz bugün Şərq və Qərb arasındakı beynəlxalq marşrutun mühüm komponentidir və daşımalardakı artım da əslində optimizmə əsas verir. 6,7% 2025-ci ildə artım qeydə alınıb. Ümumilikdə istiqamətlər olduqca genişdir. Bərpa olunan enerji sahəsini xüsusilə fərqləndirə bilərik. Fiber optik dəhlizin yaradılması ilə bağlı artıq hədəflər var və əldə edilmiş razılaşmalar var. Yaşıl dəhliz birliyi məhdud məsuliyyətli cəmiyyətin yaradılması. Məlumdur ki, Azərbaycan Orta Asiya ölkələrinin enerji resurslarının, o cümlədən bərpa olunan enerji resurslarının Avropaya çatdırılması baxımından olduqca əhəmiyyətli tranzit ölkə kimi çıxış eləyəcək. Ancaq Azərbaycan təbii ki, burada yalnız tranzit ölkə kimi yox, həm də bu dəhlizin istehsal müəssisələrinin qurulması ilə müşayiət olunmasında və iqtisadi inkişafın mühüm driveri rolunda çıxış etməsində maraqlıdır və o istiqamətdə də addımlar atılır. Bir sözlə münasibətlər müttəfiqlik səviyyəsində, qardaşlıq, dostluq səviyyəsində inkişaf eləyir və bu münasibətlərin kökündə ilk növbədə tarixi kök, etnik kök və siyasi dialoq və liderlər arasında yüksək səviyyəli şəxsi münasibətlər dayanır və Daşkənddə aparılan bugünkü müzakirələr heç şübhəsiz Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın yeni istiqamətlərinin də müəyyən olunmasında mühüm rol oynayacaq.